Röya yenidən sevdiyini etiraf etdi. Görəsən Röyamızın ürəyini sahiblənən o şahzadə kimdir? Röya kimləri uğurluqda qınadı? Bilsəydim, axşam anamı çağırardım, paltar seçərdim. Sənlə seçdim, məndən qabaq o birisi geyindi. Bəs ürəyimdir bu. Müğənni yeni sevgisi haqqında nə danışdı? Dəqiq deyə bilmərəm, valla. Bir gün elə bilirəm belədir, bir gün elə bilirəm elədir. Mənə inanmayın. Röya nişanlanıb. Deyir, bir dəfə nə oldu ki, 2 səfərində olsun. Röya yenə yol üstündədir. Müğənni yeni layihələrini gerçəkləşdirmək üçün Türkiyəyə gedir. Pes ettim sözlerimi söylemedim sayılsın. Seni unuttum doğrudur kesin bilgi yayılsın. İş başında deyəndə ki, bir çox sürprizlər var bizi gözləyir orada. Oraya gedirəm. Siz də burada görəsiniz. Pes ettim sözlerimi söylemedim sayılsın. Seni unuttum doğrudur kesin bilgi yayılsın. Amma iş baxımından 6 ay biz heç nə edə bilmərik. Kontraktımız var Ozan Çolakoğlu ilə. Ona görə 6 ay ərzində Bakıda edə bilərəm, amma İstanbulda edə bilmərəm. Röya yeni xəbərlərin pərəstişkarlarını sevindirəcək. Xəstələnməyin haqqında yayılan şayə heyranlarını məyus eləmişdi. Ay, yox, Allah eləməsin, nə xəstəliyi? Mənə bax, 2-3 dənə xəstəliyi var ki, Allah uzaq eləsin, onlara bir dənə tutulmayaq. Qalan nə xəstəliyi varsa, hamısı gəlib gedəndir. Hər şey daxil proqramında Tolik'in sürprizini necə qarşıladınız? Deyəsən gözləmirdiniz. Yox, təxminən gözləmir. Mən gözləmədiyim şey yoxdur həyatda. Təxminən başa düşürəm. Ona da var ki oğludandı. Sözleriyle sevgisiyle o bir yalandı. Ne olur olsun o insan dağ kimi her zaman arkanızda dayanacak. Ay sən Allah, o insanın arxasında özüm durmuşam. O necə mənim arxamda dura bilər? Bildi. Bunlara bax yine. Bildi. Açın qabağıma gəlin oturun. Yeni klipinizdə bahalı maşının əzilməsi yaman səs-küyə səbəb oldu. Maşının əzilməsi doğru idi. Kim inandırıyor seni olmayacak o dua. Sen uyuttun ama ben uyandırayım. Bir daha asla arar mıyım yok. Cayar mıyım yok. Hayat senden ibaret sandım. Alakası yok. Əlbəttə ki. Yox, oğlumun maşınlarını yığmamışdım ki ora. Təbii ki, orada momentlər var, kinolardakı olduğu kimi. Dostluqda vəfalı olan Röyanın, amma deyəsən ətrafındakı bir çox dostları ona sadiq deyil. Müğənni onları oğurluqda qınadı. Təzə gələn adam, bilirsiniz, onlar özləri bənzətmirlər. Bunlar hamısı stilistlərin bir növ etdiyi işlərdir. Başa düşürsünüz? Bu stilistlərin etdiyi bir şeydir. Yəni gəlir, 2 gün mənlə işləyəcək, biz nəsə çəkiliş eləyəcəyik. Görürsən ki, eyni şey. Yəni bir çox kliplərimdə bu baş verib Bakıdakı, sonra açmışam ki, həmən adamda eyni cür geyin tərzidir, eyni. Onda da mən o adamla işim yoxdur ki, mən o stilisti yığıram. Deyirəm, ay axmaq. Bilsəydim, axşam anamı çağırardım, paltar seçərdim. Sənlə seçdim, məndən qabaq o birisi geyindi. Bu da ona görə ki, öyrənmək istəmirlər. Onların da görəcəyi dostları mənəm də. Başqa kimin evinə gedirlər ki, mənə gəlirlər, görürlər, mən aldım bunu. Dedim ki, bu ilin modası qırmızıdır, bunu bununla, hamısı kollektorlar göstərirəm. Səhər görsən ki, oğlum gedib, deyir ki, falan şey eləmək istəyirsən, gedib falan dükkandan falan şey alaq. Uca gör, baxı məndə. Anladım ne kadar çetindir
Bir neçə gün əvvəl oğlunuzun doğum gününü qeyd elədiniz. Bir daha təbrik eləyirik. Hüseynə doğum günündə nə hədiyyə elədiniz? Gel benim gülüm, ömür geçir artık yeter, düşünme gel. Gel benim gülüm, bu sevgiden ayrı düşüp üzülme gel. Oğluma vallahi heç də bağışlamamışam. Doğrudan ha. Heç nə. Ağac daha nə keçirməliydim? 3-4 dənə 3-4 cür tort zakaz verib güclə tapıb pişirtdirmişik, ring düzəltdirib. O gecələr o adam bir-birlərini doğrayıb öldürürlər, ona baxır iqralarda. Vallahi onu nə zülmlə tapıb düzəltmişik. Nə bilim 3 gündə ad günü. Day bundan artıq nə padarka eləyəcəm ona, bu cür həyat bəxş eləmişəm. Sənətçi üzərində çalışdığı yeni mahnısından da danışdı. Bakıda doldur ürəyimi Hakanla işləyirik. Çox gözəldir. Hə. Yəni ürəyimcə olan bir şeydir. Mənə inanın. Hamı onu sevə-sevə həsr edəcək sevgilisinə. Çoxdandır özümü sifariş etmişdim. Gəlin mahnı yaz ki, mən onu sevdiyim üçün oxuyum. Orada ayrılıqdan heç nə olmasın. Röya, son günlər sevgidən çox danışırsınız. Deyəsən ürəyinizdə yeni sevgi var. Bəs ürəyimdə bu. Dəqiq deyə bilmərəm, valla. Bir gün elə bilirəm belədir, bir gün elə bilirəm belədir. Mənə inanmayın. Bugün barmağınızdakı üzük də diqqətimizi çəkdi. Bəlkə nişanlanmısınız? Neynəmişəm? Az yox, nə nişanlanmaq? Özüm boyda oğlum var mənim, nişanlanım, biabır eləyim mən. Bir dəfə nə oldu ki, iki səfərində olsun? Röya haqqında hələlik bu qədər. Çox keçməz, sənətçi yeni, möhtəşəm layihələri ilə qarşınıza çıxacaq. Uğur olsun. Benim ağlımı sen